Hər kəsi salamlayıram. Bugün sizin üçün özəl intellektual yarış təqdim edəcəyik. Bildiyiniz kimi 2018-ci il Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub və bu münasibətlə vətəndaşlara operativ və yüksək səviyyədə xidmət göstərən asan xidmətlər arasında intellektual telelayihə olacaq. Düz 100 il bundan qabaq ölkəmizdə azad demokratik ölkə quruldu və bu tarixi yaşatmaq və bu tarix haqqında məlumatları paylaşmaq və hər kəsin bilməsi üçün belə bir təşəbbüs ortaya atıldı. Yəni, ölkənin bütün asan xidmətləri bugün buradadır, studiyamızdadır. Gəlin onları alqışlayaq ümumilikdə. Özlərini alqışlasın. Ümumilikdə 14 komanda var və onlar olimpiya sistemi ilə cüt şəkildə mübarizə aparacaqlar. Bakı şəhərindən 5 asan xidmət buradadır. Asan Könüllülər Gənclər Təşkilatı, Sumqayıt, Quba, Masallı, Sabirabad, Qəbələ, Mingəçevir, Bərdə və Gəncə asan xidmətlərinin könüllüləri bugün sual-cavabda iştirak edəcəklər. İlk olaraq 8-də bir final baş tutacaq, amma kimin kimlə qarşılaşacağını müəyyənləşdirmək üçün biz püşkatma keçirəcəyik. Bunun üçün mərkəzdə gördüyünüz kimi şəffaf qutumuz var və onun içərisində komandaların adı yazılmış kağızlar var. Püşkatmanı xahiş edirəm, bir nəfər yaxınlaşsın. Kəmalə xanımdan rica edirəm, bizim prodüserimiz alqışlarınızla yaxınlaşsın. Sabirabad asan xidmət ilk olaraq yarışacaq. Onun rəqibi kim olacaq, zəhmət olmasa? Ələlərlə Bakı-Qəbələ qarşılaşması olacaq. Bakı şəhər bir sayılı asan xidmət. Bir də 2 ad qalır. Masallı asan xidmət. Bakı şəhər 2 sayılı asan xidmətlə qarşılaşacaq. Və salam püşkatmamızı yekunlaşdırdıq. Təşəkkür edirik Kəmalə xanımın. Alqışlarla yola salaq. İlk 8-də 1 final cütlüyü
Bakı şəhər 4 saylı. Asan xidməti alqışlayaq. Sabirabad Asan xidməti ilə qarşılaşır. Sabirabadları da bir alqışlayaq. Mən sizə maksimum 5 sual səsləndirəcəm. Amma ola bilər ki, 3 sualla biz qalibi müəyyənləşdirdik. Bunun üçün diqqətli olmağınız vacibdir və suala çalışın axıra kimi qulaq asın. Hazırsınızmı? İlk olaraq qeyd edim ki, sualımız variantlıdır və mən Bakılılara o sualı ünvanlayacağım. Əgər Bakılılar doğru cavab verə bilməsələr və yaxud da ümumiyyətlə cavabları olmasa, siz Sabirabadlılar cavab verməli olacaqsınız. İkinci variantlı sualı isə Sabirabadlılar cavablandırmalıdırlar. Yenə də əgər siz cavab verə bilməsəz, rəqibiniz cavablandırmalı olacaq və hansı komanda doğru cavab verərsə, o da bir xal qazanacaq. Daha sonra nəticədən asılı olmayaraq biz variantsız sual səsləndirəcəyik. Həmin variantsız sual belədir ki, mən sualı səsləndirirəm, siz isə düyməni basmalısınız. Hansı komanda düyməni basarsa, o da ilk olaraq cavab vermə hüququ əldə edir. Aydındır uşaqlar. Elə isə ilk suala keçirəm. Diqqətli olaq. Bakılılar, sual sizədir. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinə aid deyil. Azərbaycanın tam hüquqlu müstəqil dövlət olması, Xalq Cümhuriyyətinin ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şəraitin yaradılması, ali hakimiyyətin Azərbaycan xalqına məxsus olması, yoxsa müstəqil Azərbaycanın siyasi quruluşunun konstitusiyalı monarxiya olması? Bakılılar cavab vermək istəyir deyəsən? D variantı müstəqil Azərbaycan siyasi quruluşunun konstitusiyalı monarxiya olması. Sonuncu variantı seçir Bakılılar. Sabirabadlılar. Cavab məncə müstəqil Azərbaycanın siyasi quruluşunun konstitusiyalı monarxiya olmasıdır. Hər iki komanda bu variantı seçir. Amma İstiqlal Bəyannaməsinə aid olmayan budur. Azərbaycanın tam hüquqlu müstəqil dövlət olması deyil. Məhz sonuncu variantdır. Doğrudur. Bakılılar onlara ünvanlanan sualı doğru cavablandırdılar və görək Sabirabadlılar variantlı sualı. Vaxt tamamdır uşaqlar, cavabınız Sabirabad. Cavab məncə Bakı bonu adlı pulun tədavülə buraxılması. Deməli, Sabirabadlılar düşünür ki, sonuncu variant sualın doğru cavabıdır. Bəs Bakılılar nə düşünür? Bakılılar da düşünür, Bakı bonu adlı pulun tədavülə buraxılması. Siz də eyni fikirdəsiniz. Komandalar düşünür ki, Bakı bonu adlı pulun tədavülə buraxılması bu hadisələrdən daha əvvəl baş verib, amma auditoriyada fərqli düşünən var. Özün təqdim elə. 2 saylı Asan Xidmət Mərkəzindən Elgün Ələkbərov. Mənim fikrimcə B variantı məktəblərin milliləşdirməsi haqqında qərarın verilməsi. 1918 27 avqust. Əslində sənin seçdiyin variant sualın doğru cavabıdır. Təəssüf ki, komandalar, yarışan cütlüklər sualın doğru cavabını tapa bilmədilər. Və biz variantlı sualları yekunlaşdırırıq. Keçirik variantsız suallara. Bu suallarda mən sualı səsləndirəm və hansı komanda düyməni tez basarsa, o da dərhal cavab verməlidir. Bir neçə saniyə ərzində artıq cavab vermək lazımdır. Düyməni basırsınızsa, deməli cavab bilirsiniz, deyilmi uşaqlar? Ona görə diqqətli olun. Hansı hadisədən sonra Zaqafqaziya Seymi özünün buraxıldığını elan edir? Bakı. Fərz Quluzayda 26 may tarixində Zaqafqaziya Seyminin sonuncu iclası oldu və bu iclasda Gürcüstan özünün buraxıldığını elan elədi. Həmin Gürcüstan Seymdən çıxmasından sonra da Seym öz fəaliyyətini dayandırdı. Razılaşmaq olarmı? Sabirabadlılar. Razıyıq cavabla. Bəs niyə düyməni basmadınız?
dəqiqləşdirirdiniz, ona görə gecikdiniz. Gürcüstanın Federasiyadan çıxmaq haqqında bəyanat qəbul etməsindən sonra Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi. Doğrudur. Bakılılar bu sualın da ötəsindən gəlir. Sabirabadlıların hələ də ümidi var növbəti mərhələyə. Kimlər dəvət edildi? Bakı, İngilislər. Sabirabad. Cavabınız varmı? Cavabınız yoxdur. Amma düyməni basmışdınız. Bəlkə bir variant var. Çox təəssüf. Bakılılarsa ingilislər cavabını verdilər, amma söhbət Osmanlılardan yox, ingilislərdən gedir. Bakılılar artıq 3-cü xallarını qazandılar və onlar artıq 4-də 1 finaldadılar. Növbəti cütlük Bakı şəhər 3 saylı asan xidmət Qəbələ asan xidmətə qarşı yarışır. Alqışlayaq hər iki komandanı. Qəbələ, hazırsınız? Bakılılar, siz də hazırsınız? Elə isə mən sualı səsləndirirəm. İlk olaraq Bakılılar sualımıza doğru cavab verməlidirlər. Diqqətli olaq. Göstərilənlərdən biri səhvdir. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı, yoxsa Batumi müqaviləsinə əsasən Osmanlı İmperiyası Azərbaycana hərbi yardım göstərməli idi? Bakılılar cavab vermək istəyir, buyurun. Mən Nərmin Aslanova, Bakı 3 saylı asan xidmət mərkəzinin könüllüsü. Burada 1919-cu ilin iyunayının 26-sındadır, 1918-ci ilin iyunayının 26-sında deyil. 1919-cu il yox, 1918-ci il olmalıdır düşünürsünüz. Bir dəqiqə. İlk variantı seçdi Bakılılar. Siz, Qəbələ. Qəbələ asan xidmət, Hakim Şərifli, elə biz də rəqiblə razılaşırıq. Hər iki komanda ilk variantda israrlıdır. Əgər auditoriyada əyləşənlər onlarla razıdırsa, alqışlaya bilər. Cavab doğrudur. İlk xalı Bakılılar qazandı. Hərbi səfərbərliyin elan edilməsi. Buyurun cavab. Qəbələ asan xidmət mərkəzi Hakim Şərifli, bizim fikrimizcə bu A variantı, Batumi müqaviləsinin bağlanması. Bu A variantlardan nə istəyirsiniz? Əminsən cavabından? Yəni fikrimizcə odur. Bakı. Bəli, biz də razılaşırıq, çünki Batumi müqaviləsi 4 iyunda imzalanıbdır. Gəncə dövrü 16 iyundan başlayır. Bəs hansı dövrü idi AXC-nin? Filiz dövrü. Filiz. Batumi müqaviləsinin bağlanması doğrudur. Hesab 1-1 və biz keçirik variantsız suallara. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə kim seçildi? İlk olaraq Qəbələ düyməni basır, cavab? Dərhal. Uşaqlar. Cavab var, yoxdur. Elə isə təəssüf, fikirləşməyə vaxtınız yoxdur. Cavabınız yoxdursa, Bakılılar cavablandırın. Biz elə fikirləşirik ki, Fətəli xan Xoyski. Milli Şura Məmməd Əmr Rəsulzadə. Fətəli xan Xoyski. Yox, Məmməd Əmr Rəsulzadə. Məmməd Əmr Rəsulzadə deyirsiniz. Bəli. Bəs siz
Nə cavab verəcəydiniz? Biz də elə həmin cavab Bəs verəcəyik. düyməni niyə bastınız və cavab vermədiniz? İki cavab arasında qaldığımıza görə gecikdik Ona biraz. görə fikirləşmək lazım idi. Cavab Fətəli xan Xoyski yox. Məmməd Əmin Rəsulzadə doğrudur, Bakılılar. Bir qədər tərəddüd elədilər, amma cavablarını əminliklə sonda çatdırdılar və növbəti xallarını da qazandılar. Qəbələlilər, həvəsdən düşməyin. Hesab hələ 2-1-dir. Amma Bakılılar bu suala doğru cavab verərlərsə, cütlüyün qalibidirlər. Əgər siz cavab verərsinizsə, hesab bərabərləşir və mən növbəti sualı səsləndirəcəm. Sualı səsləndirirəm. Azərbaycan Xalq Cümhuriyyəti Bakı neftini Avropa ölkələrinə çıxarmaq üçün cavab. İlk olaraq Bakılılar düyməni basır, sualı tam dinləmədilər və cavabınız buyurun. Müqavilə imzalanmışdı. Bakı neftini çıxartmaq üçün qərb ölkələri ilə müqavilə imzalanmışdı. Belə bir cavab verirsiniz. Adın? Nərmin Aslanova. Nərmin. Nərmin belə düşünür. Ki Və buna görə sualı tam dinləmədi və cavabını verdi. Qəbələ? Sualı sonuna kimi dinləyə bilərik. Mən Qəbələ üçün sualı tam oxumalıyam, çünki onlar düyməni basmayıblar. Azərbaycan Xalq Cümhuriyyəti Bakı neftini Avropa ölkələrinə çıxarmaq üçün hansı limandan istifadə etmək hüququ əldə etdi? Qəbələ Asan Xidmət Mərkəzi Hakim Şərifli bizim fikrimizcə bu elə Bakı limanıdır. Bakı limanı. Bəli. Ona qədər deyəsən onların hüququ yox idi oradan istifadə eləməyə, deyilmi? Çox maraqlı cavabdır. Auditoriyada fərqli düşünənlər var. Buyur. Bərdə Asan Xidmət Mərkəzi Mircabbarlı Zülfiyə. Mənim fikrimcə bu Batum limanıdır. Batumi. Söhbət Batumi limanından gedirdi, tamamilə doğrudur. Bərdəlilər yarışsaydı, bir xallarını qazanmışdılar. Təəssüf ki, heç bir komanda doğru cavab tapa bilmədi. Amma hesab hələ 2-1 Bakılıların xeyrinədir. Amma mən bu cütlüyün sonunu sualını səsləndirirəm. Əgər Bakılılar xal qazansalar, növbəti mərhələyə çıxırlar. Əgər heç bir komanda sualı doğru cavablandırmasa, yenə Bakılılar çıxırlar. Əgər Qəbəlilər doğru cavab verərlərsə, xallar bərabərləşir və mən növbəti sualı səsləndirəcəm. Hazırsınızmı? Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi şəhər hansı idi? Bakı ilk olaraq düyməni basır. Cavab? Cümhuriyyətin elan edildiyi şəhər Tiflis. Tiflis, Qəbələ. Biz də həmin cavablara razılaşırıq. Milli saniyə gecikdiniz. Cavab Tiflis. Bakılılar növbəti xallarını qazanırlar və beləliklə 3-1 Bakı komandası növbəti mərhələdədir. Üçüncü cütlük Asan Gənclər Təşkilatı ilə Gəncə Asan xidməti arasında olacaq və hansı komanda daha çox xal toplayarsa, o da təbii ki, növbəti mərhələyə çıxacaq. Amma mən oyunun əvvəlində də qeyd etdiyim kimi, uduzanlar arasında olan komandalar heç əvəzdən düşməsin və çalışsınlar. Əgər rəqib qabaqdadırsa, xallarını toplasınlar ki, növbəti mərhələdə ən aktiv komanda 4-1 finala adlayacaq. İlk sual Asan Könüllülər Gənclər Təşkilatı üçün səsləndirilir. Sual belədir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən hakimiyyəti bolşeviklərə verərkən saxlanılacaq. Hansı şərt doğru göstərilməyib? Abdullayev Rövşən, biz də cavab A variantı, Rus ordusu Bakıya girək, Türkiyəyə gedəcək. Düşünürsən ki, bu şərtlərdə yox idi, deyilmi? Gəncə. Biz də bu variantla razılaşırıq. Hər iki komanda eyni variant seçir. Kommunist hökuməti müvəqqəti olacaq, bu şərtlərdə var idi. Azərbaycan ordusu saxlanılacaq, o da var idi. Rus ordusu Bakıya girərək Türkiyə gedəcək, söhbəti isə yox idi.
Bəli. Asan Könüllülər Gənclər Təşkilatı ilk sualdaca ilk xalını qazanır və görək Gəncə komandası variantlı suala necə cavab verəcək. Diqqətli olun. Aprel istilası Cavabımız D variantı Müsavat Partiyasının buraxılması. Müsavat Partiyasının buraxılması variantını doğru dəyərləndirmək olarmı? Biz də cavabla razıyıq. D variantı Müsavat Partiyasının Rəqibinlə razısan. Müsavat Partiyasının buraxılması doğrudur. Növbəti sual variantsızdır və hansı komanda düyməli tez basarsa o da cavab verəcək. Xalq Cümhuriyyətində Azərbaycan dili nə zaman dövlət dili elan olundu? Gəncə. Gəncəsən Hacıyeva FAQ 27 iyun Neçənci il? 18-ci il. 1918-ci il. Bəli. 27 Bəli. 27 iyun. Siz nə düşünürsünüz? Bizim cavab variantımız yoxdur. Sizin variantınız yoxdur. Bu sualımıza Gəncəlilər 27 iyun 1918-ci il cavabını verdi. Asan Könüllülərin isə cavabı olmadı. Auditoriyadansa bir nəfər fərqli düşünür. Buyur. 4 saylı Asan Xidmət, Məmmədova Könül. Mənim düşüncəm əsasən bu 1918-ci ilin 24 iyun tarihi. 24 iyun 1918-ci il sualın tam doğru cavabıdır. Hesab 1-1-dir və görək komandalar növbəti variantsız suala necə cavab verəcək. Hazırsınız uşaqlar? Diqqətli olaq. Qafqaz İslam Ordusu Xalq Cümhuriyyəti Ordusu ilə birgə Bakı Xalq Komissarlığının qüvvələrini 1918-ci ilin 27 iyununda harda məğlub etdi? Məncə cavab Gəncə. Gəncə yaxınlığında. Gəncə yaxınlığında düşünür Asan Könüllülər. Gəncəlilər nə düşünür? Bizim fikrimizdə Beyləqan. Beyləqan hətta. Cavabınız qəbul olunur Beyləqan kimi. 2 saylı Asan Xidmət Könüllüsü Süleymanov Elgün. Mənim fikrimcə doğru cavab Göyçay yaxınlığında. Göyçay yaxınlığında Qafqaz İslam Ordusu ilə Xalq Cümhuriyyəti Ordusu Bakı Xalq Komissarlarının qüvvələrini məğlub etdi düşünürsən və Bakıya belə deyək yol açıldı. Sonradan onlar da Bakını da azad etdilər. Göyçay cavab doğrudur. Uşaqları hesab bərabərdir hələ də 1-1, amma mən sonuncu sualı səsləndirəcəm. Hansı komanda bu sualı doğru cavablandırarsa o da növbəti mərhələyə çıxacaq. Əgər yenə də buna cavab verməsəz, o zaman başqa bir variantsız sual səsləndirməli olacaq. Sual belədir. Azərbaycan Xalq Cümhuriyyəti 3 rəngli bayrağı nə zaman qəbul etdi? Gəncə, cavab dərhal. Yekunlaşdırın. 1919-cu il 15 sentyabr. 1919-cu il 15 sentyabr. Cavabınız qəbul olundu, siz yekunlaşdırın. 1918 24 avqust. 1918-24 avqust. Cavab dəyişə bilməz. Komandalar müxtəlif cavablar verdilər, amma auditoriya tam fərqli düşüncədədir. Buyur. Quba Asan Xidmət Mərkəzi, Abdullayev Yusif. Mənim fikrimcə bu 1918-ci il 9 noyabrdır. Sualın doğru cavabı budur, tamamilə doğrudur. Hələ də biz qalibi müəyyənləşdirə bilməmişik. Ona görə mən növbəti variantlı sualı səsləndirirəm.
Asan Gənclər Təşkilatı, yoxsa Gəncə komandası? Çox kritik bir an. Sualı səsləndirirəm. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İcra Komitəsinin sədri vəzifəsində kim seçildi? Gəncə. Fətəli Xoyski. Nazirlər Şurası Fətəlxan Xoyski olmuşdu. Xeyr. Bəs bu sualın cavabı? Fətəlxan Xoyski. Topçubaşov olmuşdu. Topçubaşov Gənclər Təşkilatı belə cavab verdi. Əslində söhbət kimdən gedir? Fətəli xan Xoyskidir. Gəncə komandası ilk olaraq düyməni bastı və elə doğru cavab verən də onlar oldu. Və Gəncə komandası növbəti mərhələyə çıxır 2-1 hesabı ilə. Alqışlayaq. Növbəti cütlük Sumqayıt Asan xidməti ilə Mingəçevir Asan xidməti də onları alqışlayaq. İlk olaraq sual səsləndirilir Sumqayıtlılar üçün. Cavab verə bilməsəz və yaxud da cavabınız olmasa icazə verəcəyik ki, rəqibiniz sualı cavablandırsın. Diqqətli olaq. Dostluq haqqında müqaviləyə əsasən İran ordusu Azərbaycan Xalq Cümhuriyyəti ərazisini tərk etdi. Tehranda Azərbaycan səfirliyi açıldı. Denikinə qarşı hərbi ittifaq quruldu, yoxsa Xalq Cümhuriyyəti İrana qarşı olan iddialarından əl çəkdi? Demək, Baxşəliyev Novruz bu hadisə 1920-ci ilin 21 martında olub. Dostluq haqqında, yəni səfirliyi açıldı. Tehranda səfirliyimiz açıldı. Səfirliyi açıldı, bəli. Cavabınız qəbul olunur. 20-ci ilin martın 21-də. Hətta daha ətraflı cavab verdimi görək, əgər o cavab doğrudursa. Mingəçevir, cavabınız nədir? Denikinə qarşı hərbi ittifaq quruldu. Denikinə qarşı hərbi ittifaq quruldu. Mingəçevirlər belə düşünür. Tehranda Azərbaycan səfirliyi açıldı cavabını versəydiniz, doğru cavabı tapa bilərdiniz. Cavab doğrudur. Mingəçevirin cavabı var. Buyurun. Bizim cavabımız Naxçıvan və Şərur. Azad olunan qəzalar Naxçıvan, Şərur idimi? Sumqayıtlılar. Əliyev Yusif, bizim fikrimizdə bu Kürdəmir və Şamaxıdır. Kürdəmir və Şamaxı. Amma Lənkəran vasitəra desəydiniz, yanılardınız. Kürdəmir, Şamaxı, Sumqayıtdan növbəti xal. Üçüncü sualı səsləndirəm. Əgər bu sualı Sumqayıtlılar doğru cavablandırsalar, onlar cütlüyün qalibidirlər. Əgər Mingəçevirlər doğru cavabı tapsalar, o zaman yarışmamız davam edir. Yer gəlmişkən, sual variantsızdır və hansı komanda düyməni tez basarsa, o da cavab verəcək. Aydınlı uşaqlar. Getdik. Azərbaycan Xalq Cümhuriyyətinin daxilində 5-ci kolon rolunu kimlər oynayırdı? Mingəçevir. Cavab dərhal. 5-ci kolon rolunu Komissarlar Sovetinin nümayəndələri, yəni Rus nümayəndələri, Rus nümayəndələri oynayırdı. Konkret olaraq kim? Bolşeviklər. Sizin cavabınız? Azərbaycan Komünist Baxşəliyev Novruz, Azərbaycan Komünist Bolşevik Partiyası. Bu partiya 1921-ci ilin fevral ayında yaradılmışdı. Azərbaycan Komünist Bolşevik Partiyası. Tam doğru cavab budur. Xalq Cümhuriyyətinin daxilində 5-ci kolon rolunu məhz bolşeviklər deyə, yəni kommunistlər
oynayırdı. Cavabı doğru kimi qəbul eləmək olar. Mingəçevir doğru cavabı səsləndirdi. Sumqayıtlılar isə ətraflı izah elədilər hər halda. Növbəti sualı səsləndirirəm, çünki hesab 2-1-dir. Yenə də qeyd edirəm, əgər Sumqayıtlılar bu suala doğru cavab versələr, cütlüyün qalibidirlər. Hesab bərabərləşərsə, təbii ki, növbəti sual səslənəcək. Diqqətli olaq. Xalq Cumhuriyyətinin müstəqilliyini tanıyan ilk dövlət. Cavab? Cümhuriyyətin müstəqillik dövlət tanıyan dövlət Osmanlı dövləti olmuşdur. Osmanlı siz? Doğru cavab Osmanlıdır, razıyam. Milli saniyə gecikdiniz, Osmanlı. Doğrudur, Mingəçevir hesabı bərabərləşdirir və bu gərgin anda mən son sualı səsləndirirəm. Son olmaya da bilər, sizin cavab verməyinizdən asılıdır. Hansı komanda doğru cavab verərsə, o da növbəti mərhələyə çıxır. Hazırsınız, siz də başladıq. Qafqaz İslam Ordusu iyunun əvvəllərində Gəncəyə kimin rəhbəri ilə gəldi? Cavab, Sumqayıt. Nuri Paşanın rəhbərliyi ilə. Siz? Biz də razıyıq. Nuri Paşanın rəhbərliyi. Bir neçə saniyə hətta gecikdiniz. Cavab Nuri Paşa və Sumqayıtlar sualın ötəsindən gəlir və 3-2 hesabı ilə növbəti mərhələyə çıxırlar. Alqışlar hər iki komandanı. Və növbəti cütlüyümüzü təqdim edirəm. Bakı şəhər bir saylı asan xidmət, alqışlayaq. Və Quba asan xidmət, alqışlayaq. Vaxt itirmədən sualları səsləndirirəm. Görək, siz suallara necə cavab verəcəksiniz? İlk olaraq Bakılılar diqqətli olmalıdırlar. Təbii ki, rəqibiniz də diqqətli olmalıdır. O sizin cavab verməyinizdən asılıdır. Sovet Rusiyasının hərbi müdaxiləsi başlanması, Gürcüstanın hərbi müdaxiləsinin baş verməsi, yoxsa İttihad Partiyasının qiyam qaldırması? Sizcə bu variantlardan hansı doğrudur, Bakılılar? Bakı bir saylı asan xidmət mərkəzinin könüllüsü Səbinə Mirzəliyeva, fikrimcə cavab Daşnak Ermənistanın hərbi müdaxiləsinin baş verməsi. Rəqiblə razılaşmaq olar mı Qubalılar? Bəli, razılaşırıq. Daşnak Ermənistanın hərbi müdaxiləsinin baş verməsi doğrudur. Qubalılar, indi siz diqqətli olun. Xalq Cumhuriyyətinin hərbi tədbirlərinə aiddir. 40 minlik nizami ordunun yaradılması, Muzlu ordunun qurulması, Tatar Suvari alayının ləğv edilməsi, yoxsa baş qərargahının ləğv edilməsi? Cavab verir Əliyev Rəşad. Cavab A variantı 40 minlik ordunun yaradılması. Amma digər variantlar buna aid deyil. Yəni, ordunun tədbirlərinə aid deyil. Digər 3 variant xeyr, həmin tədbirlərə Qubalılar aid. belə fikirləşir. Bakı. Fikrimcə bu 40 minlik nizami ordunun yaradılmasıdır. Hər iki komanda 40 minlik nizami ordunun yaradılması variantına israr eləyir. Hesab 1-1. Cavab doğrudur. Və keçək variantsız suallara, ən həyəcanlı bölməmizə, belə deyək. Mən sualı səsləndirirəm. Əgər düyməni basıbsızsa, xahiş edirəm, dərhal da cavab verin. Bir neçə saniyə gecikərsinizsə, mən rəqib komandanın cavabını alacağam. Aydındır? Başladıq. 1918-ci il 19 iyunda Xalq Cumhuriyyətində hərbi vəziyyət elan olunmasının səbəbi nə idi? Quba. Abdullayev Yusif, mənim fikrimcə bu Bakının azad edilməsi ilə bağlı görülən tədbirlərdən biri idi. Belə düşünür Quba komandası. Bakı. Bəli, elə idi. Bakının azad edilməsi uğrunda mübarizənin başlanması. Məhz buna görə düşünürsünüz ki, hərbi vəziyyət elan olundu və səfərbərlik də təşkil olundu. Ondan sonra bir müddət Bakı azad olundu. Əslində doğru
cavabdır. Quba komandası növbəti xalıdı qazandı. Hesab 2-1-dir. Əgər Quba komandası bu sualı doğru cavablandırarsa, növbəti mərhələyə çıxacaq. Əgər Bakılılar doğru cavab verərlərsə, o zaman hesab bərabərləşir və mən növbəti sualı səsləndirəcəm. Ümumiyyətlə cavabınız olmasa, mən yenə də əlavə suala ehtiyacı duyacağam. Diqqətli olaq. Sualı səsləndirin. Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunverici orqanı. Düyməni bastınız və cavab verin. Qubanın cavabı varsa düyməni bastınız. Parlament. Təkbalat Azərbaycan parlamenti. Parlament. Quba. Xalq Cümhuriyyətinin ali qanunverici orqanı nə idi? Bəli, rəqib tərəflə razılaşırıq. Sualın cavabı parlament. Hesab 2-2. Parlament doğru cavabdır. Və görək bu axırıncı mı sualdır? Diqqətli olaq. Hansı tarixdən Azərbaycan Milli Şurası və hökumət Gəncəyə köçürüldü? Bakı, dərhal. Quba mı cavab versin? Təəssüf, bir dəqiqə vaxtımız yoxdur. Quba. Sualın cavabını Yusif verəcək. 17 iyun. Cavab, tez. 17. Gözlədim mən sizi. Cavab verirsiniz. Cavab verirsiniz, vermirsiniz. 17 iyun. 17 iyun. 18-ci il. 18-ci il, 16 Sizin cavabınız nə idi? Sizin cavabınız nədir indi? Mikrofona. 17 iyun. Sizin cavabınız gecikdi. Siz düyməni bastınız, amma fikirləşirsiniz. Hər iki komanda 17 iyun cavabını verir və artıq mübahisə yaranır ki, mən gözlədim və yaxud da ki, mən tez cavab verdim və yaxud da gec cavab verdim. Hər iki komanda amma 17 iyun 1918-ci il cavabını verir, amma əslində doğru cavab 16 iyun. Xor şəkildə hamı dedi. Çox təəssüf, uşaqlar. Komandalar bir qədər tələsdilər. Bəlkə də vaxtları olsaydı fikirləşməyə 17 iyun cavabını verərək bir xal qazanacaqdılar. Növbəti sualı səsləndirməli oluram. General-leytenant Əlağa Şıklinski Xalq Cümhuriyyətinin hərbi nazirliyində hansı vəzifəni yerinə yetirirdi? Quba, dərhal. Sədr müavini. Sədr müavini. Mən Səməd bəy Mehmandarovun müavini vəzifəsində. Siz? Baş qərargah rəisi. Baş qərargah rəisi deyil. Muavin. Quba komandası xalını qazanır və hesab dəyişdi. 3-2 və Quba komandası növbəti mərhələdədir. Və növbəti cütlüyümüz Bakı şəhər 5 saylı asan xidmət və Bərdə asan xidmət. Qaydalarla tanışdılar, ona görə dərhal sual-cavaba keçirəm. Diqqətli olaq. Bakılılar, sualım sizədir. Daha əvvəl baş verib 11-ci Qırmızı Ordunun Bakını tutması, Batumi müqaviləsinin bağlanması, Nuru Paşanın Gəncəyə gəlməsi, yoxsa Xalq Cümhuriyyəti parlamentinin açılması? Nərmin Əhmədli, cavab B variantı Batumi müqaviləsinin bağlanması. Rəqib? Bəli, razıyıq. Hər iki komanda Batumi müqaviləsindən razıdır. Yəni Batumi müqaviləsi bağlanması variantından razıdır. Hətta alqış səsləri də eşitdim bir-iki dənə. Hər kəs razıdır sizlə, cavab tamamilə doğrudur. İndi isə Bərdəlilər diqqətli olsun. 1918-ci ilin avqustun 27-sində Sovet Rusiyası ilə Almaniya arasında bağlanmış gizli sazişə əsasən Bakı müstəqil şəhərə çevrilirdi. Sovet Rusiyası Xalq Cümhuriyyətinin müstəqilliyini tanıyırdı. Almaniya Osmanlı ordusunun Bakıya daxil olmasının qarşısını almalı, Rusiya isə Bakı neftinin bir hissəsini Almaniyaya verməli idi, yoxsa Denikin öz ordularını Bakıdan çıxarmalı idi. Mircabbarlı Zülfiyə, bizim fikrimizcə bu üçüncü variantdır. Bərdə komandası üçüncü variantı seçir. Siz? Bəli, biz də razılaşırıq. Əksər vaxtı rəqiblər bir-birlərlə razılaşır. Cavab doğrudur. Hesab 1-1 və keçək variantsız suallara. Sualı səsləndirirəm. Hansınız düyməni tez basarsınızsa, o da cavab verməlidir. Dərhal. Aydınlı Bərdə komandası. Düyməni basırsınız və dərhal da cavab verirsiniz. Siz də. Aydındır.
Bu sual tam cavab tələb eləyir, diqqətli olaq. Bakı nə zaman Xalq Cümhuriyyətinin paytaxtı seçildi? Bakı. Cavab. Siz. Cavab. Yox, Bakı nə zaman Xalq Cümhuriyyətinin paytaxtı seçildi? Düyməni basıbsınız. Deməli, Sizdə cavab var mı? hökumət Bakı Siz. hökumət Bakıya köçürüldükdə. Nə vaxt? 17 sentyabr. 5 saylı Aslan Xidmət Mərkəzinin könüllüsü Xəlilov Fidan 1918-ci ildə. 1918-ci il aydındır, amma 17 sentyabrda Bərdə komandası doğru cavabı verdi. Tam cavab. Düymə hazır. Növbəti sual. Məhəmməd Hacınski yeni hökumət kabinetini formalaşdırarkən kimlərlə danışıqlar aparırdı? Cavab. Dərhal. Bolşevikləri Əzimov Tali Bərdasən bolşeviklərlə. Bolşeviklərlə siz? Bəli, bolşeviklərlə. Bəli. Milli saniyə gecikdi Bakılılar. Cavab doğrudur. Və beləliklə Bərdə komandasının 3 xal oldu. Bakılıların isə 1, Bərdə komandası növbəti mərhələdədir. Növbəti cütlük bunlardır. Bakı şəhəri 2 saylı asan xidmət və Masallı asan xidmət. Sualı səsləndirirəm Bakılılar üçün. 1919-cu ilə aid deyil. Əmək Nazirliyinin yaranması, Bakı bonunun tədavülə buraxılması, Dövlət Bankının qurulması, yoxsa 4-cü hökumət kabinetinin qurulması? Buyur. Bizim fikrimizdə cavab B variantı Bakı bonunun tədavülə buraxılması o 1918-ci il sentyabr ayına aiddir. Adı nə idi? Elgün Ələkbərov. 2 saylı Elgün. Siz? 18. Masallı Hasan Xəlilov Təbriz. Biz cavabla razıyıq. Bakı bonunun tədavülə buraxılması cavabı doğrudur. Bakılılar ilk sualdaca ilk xallarını qazanırlar. Növbəti sual Masallılar üçündür. Xalq Cümhuriyyəti parlamentinə aid deyil, ali icra edici orqan olması, çox mühüm qanunların qəbul edilməsi, daxili çəkişmələrin mövcud olması, yoxsa 1918-ci il 7 dekabrda açılması? Cavabınız varsa buyurun. Xəlilov Təbriz, Masallı Hasan daxili çəkişmələrin mövcud olması. 3-cü variant. 3-cü variantı seçir. Bakılılar, deyəsən razı deyirlər onlarla. Buyur. Ali icra edici orqan olmasıdır. Düşünürsən ki, Xalq Cümhuriyyəti parlamentinə bu aid deyil, icra edici orqan deyil. Bəli. Bəs qanunverici orqandır. Qanunverici Parlament orqan. qanunverici orqan olub. Parlament. Bəli. Qanunverici orqandır, amma icra edici orqan hansı idi? İcra edici icraya komitəsi idi desən. Yox. Hökumət kabineti. İlk variant doğrudur. Bəli, Bakılılar sual ötəsindən gəlir. Baxmayaraq ki, sual ünvanlamışdı masallara. Həvəsdən düşməyin uşaqlar. Keçirik variantsız suala. Hansınız düyməni tez basarsınızsa, o da cavab verməlidir. Aydın uşaqlar. Düyməni basırsınızsa, dərhal cavab verin. Fikirləşməyə ixtiyarınız yoxdur. Xalq Cümhuriyyətinin Nazirlər Şurasının ilk sədri Masallı. Cavab. Bakı. Əlimərdan bəy Topçubaşov. Fətəli xan Xoyskidir düzgün. Fətəli xan Xoyski. Masallı ilk xalını qazanır, hesab 2-1-dir. Mən növbəti sualı səsləndirəm. Əgər Bakılılar doğru cavab verərlərsə 3-1 hesabı ilə növbəti mərhələdədirlər. Masallı komandası doğru cavab verərsə hesab bərabərləşir və növbəti sualı səsləndirəcəm. Hazırsınızmı? Siz də hazırsınız? Kimin Gəncədəki yeni hökumətə etimadsızlıq göstərməsi ilə ilk olaraq Masallı düyməni bastı? Milli saniyə fərqlə cavab. Masallı Xəlilov Təbriz, Nuru Paşa. Təbriz, sən Nuru Paşa düşünürsən, deyilmi? Siz? Rəqib də Nuru Paşa cavabını verir. Elə söhbət də Nuru Paşadan gedir. Bəli. Hesab bərabərləşdi 2-2 və həll edici sual ola bilər bu sual. Diqqətli olun. Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini bütün respublika üzrə 1919-cu ilin hansı ayında bərqərar etdi?
2 saylı Asan Xidmət Mərkəzindən Elgün Ələkbərov. Bu Muğan Respublikasının ləğvindən sonra, yəni 1919-cu ilin avqust ayında. Avqust ayı idi, masallı. Cavabınız yoxdur, mikrofon. Ancaq Muğan Respublikasının ləğvindən sonra. Masalların cavabı yoxdur, ətraflı danışmaq istəyirsən. Bəli, Muğan Respublikası ləğv olunduqdan sonra artıq tamamilə Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini bərqərar etdi. Amma o avqust deyildi, kimsə desəydi yanılardı. Avqust ayı. Hesab 3-2 və Bakı şəhər 2 saylı Asan Xidmət növbəti mərhələdədir. Alqışlayaq. Və beləliklə biz 8-də 1 final oyunlarını yekunlaşdırdıq. 4-də 1 finala birbaşa adlayan komandalar. Bakı şəhər 2 saylı Asan Xidmət. Bakı şəhər 3 saylı Asan Xidmət. Bakı şəhər 4 saylı Asan Xidmət. Daha sonra Sumqayıt, Quba, Bərdə və Gəncə. 7 komanda birbaşa adlayır və bir komanda isə uduzanlar arasında ən aktiv, ən çox xal toplayan komanda olaraq növbəti mərhələyə çıxacaq. Bunu təbii ki, biz növbəti buraxılışda biləcəyik. Sağ olun, salamat qalın.